Bu kontent Familia Barsa Azərbaycan və Peña Blancos Azərbaycan komandalarının təşkilatçılığı ilə həyata keçirilir. Barit Podcast. Uşaqlar, hər birinizi salamlayıram. Barit Podcast'a xoş gəlmisiniz. Bugün mən burada Barcelona fanatı Fuad və Real Madrid fanatı olan Abdul ilə bir yerdəyik. Əlbəttə ki, həmişə olduğu kimi. Və bugün biz Barcelona və Real'ın son oyunları haqqında danışacağıq və Çempionlar Liqası haqqında danışacağıq. Abdul danışmasa da olar, amma deyiləsi sözləri var məncə. Necəsən Abdul? Siz pətənəksiniz bana. Bu sıra olsa başlayır da presdə belə. Necəsən Fuad? Məndə vəziyyət zordur. Ya Barcelona keç kimi demirəm, baş ümumiyyətlə həyat. Yo, belə də cəhətdən. məhz Barsa azarkeş olmasam belə, nə bilim, Atletico Madrid azarkeş olsam, yox, onda vəziyyət zor olar. Onda vəziyyət ağır olar. Yo, belə yaxşıdır şükür Allah vəziyyət. Məşqə başlamışam şükür Allah, necə müddət fasilədən sonra. Qardaşın da bir 4-5 həftədir, o həftə özüdür. Qardaşım, sinəyə neçə kilo oynayırsan? Futbol başım bıraxın. Brat, ayaqda 120 kilodayım yəni. Sən Lyoja. Lojada da belə də belə şeylər təbliğ eləmək lazımdır, brat. İdmanı təbliğ eləmək lazımdır. Məşqdən danışmaq lazımdır. Bu arada podkastdan sonra biz Qardaşım nə siqaret çəkir? Siqaretim var burada. amma yenə də uşaqlar, siqaret çəkdiniz, çəkmədiniz düzdür. Çəkməsəz sonra yaxşıdır. Biz bu son 5-6 ayda bu auradayıq, havadayıq ki, məşq eləyək, qaçoqlaşaq. 5-6 aydan sonra yaya yaxın bir də belə bir kadra yerləşməsə, yəni təəccüblənməyin. Məncə Hüseyn də məşq eləsə pis olmaz ha. Hə, olar. Amma məncə o strukturası elədir qardaşım. O təməli belə dəyişəsi deyil bu. Yaxşı. Nəysə, futboldan danışaq, biraz məşqin başını buraxaq. Hər şeyin bu premyeradan bir neçə gün əvvəl podkast çəkməyimizin də möcüzəsi ondan ibarətdir ki, insanlar artıq rahatca bizim puflo burada müzakirələrimizi görürlər. Ağıllı burada danışmağımız ki, kim 8-yə düşəcək, kim düşməyəcək. Mən əminəm ki, biz deyəsən Çempionlar Liqası günündə ya da Çempionlar Liqası günündən bir gün əvvəl çəkirdik. Öz fikirlərimizi, proqnozlarımızı vermişdik oyunlara. Cümə günü də podkast çıxdı. Əminəm ki, azarkeşlər, izləyicilər çox babat güldülər bizə. Biz də burada sən necə Real düşdü 16-1 finala. Mən də burada kişi sən necədir brat? Çox böyük ehtimalla Real 8-likdə olacaq. Yəni demişdim, hər şey oyunçuların qeyrətinə bağlıdır. Hər şey onlardan asılıdır. Biraz yəni burada yandırdılar. Niço? Çatacağıq o məqamlara çatacağıq. Əsəbləşmə. Necəm siz balet? Əsəbləşmə. Bilmirəm, o qımışır yəni ona görə. Amma gəlin növbə ilə başlayaq. Barcelona yox, gəlin belə eləyək. Doğrudan biz təxminlərimizi demişdik. Təxminlərimizdə ikimiz də altın qoyduq. Əslində mən deyəsən demişdim ki, Real Madrid qalib gəlməyəcək. Mən heç-heçə gözləyirdim, bərabərlik gözləyirdim, amma olmadı. Nəsə Mourinho dedi ki, mən special one-lıq eləməliyəm. Biz hər iki komandaya qalibiyyət Barsaya 4-0 demişdim ya da sonra fikrimi dəyişdim, 4-1 demişdim, ona düz tuzdurdum, amma burada deməmişdim onu. Şeydə demişdim, oyundan əvvəl demişdim, story çəkmişdim ki, 4-1 olacaq. Nəysə, Barsa-dan başlayaq. Ümumiyyətlə, Barcelona nəyə lazım idi? Kopenhagenə oyundan qabaq. Ondan başlayaq. Barsaya sadəcə olaraq qələbə lazım idi və bu qələbə daha çox qol fərqi ilə olmalı idi. Daha belə Barsaya 7-8 top lazım deyildi. Yəni normal 3-1, 4-1 qələbə olsaydı bu komandaya yetərli idi. Necə ki yetərli də oldu və burada istisna hallar vardı ki, bəzi Paris Saint-Germain, Newcastle, Sporting, bəzi komandalar olmalı idi ki, onlar belə wow bir şey eləməli idilər ki, Barsa qalib gəlsə belə 8-likdən kənar qalsın. O wow bir şey olmadı. Wow bir şey Realda baş verdi əslində. Yəni əslində şişirtməyək. Biz həqiqətən keçən podkastda dedik ki, Barselonanın 8-liyə düşmə ehtimalı var. Var, amma Real qədər deyildi. Gəl belə danışaq. Mən öz fikrimi deyim. Real Madrid Çempionlar Liqasının liqa mərhələsi başlayandan etibarən ilk 8-likdə oldu. Və ilk 8-likdə yerini qoruyurdu. Barsada isə bu ziqzaq formasındaydı. Barsa 8-liyə girdi, sonra demək olar liqa mərhələsinin 80%-ın 8-likdən aşağıda keçirdi. Və Barsa demək olar heç bir böyük oyunda qalib gəlmədi liqa mərhələsində. Chelsea məğlub oldu. Üzr istəyirəm, Paris Saint-Germain-ə məğlub oldu. Brügge ilə yersiz heç-heç elədi, özünü ziblə saldı. Amma digər o outsider komandalara qarşı maksimum nəticəni verdi. Amma
Kopenhagenlə oyunda hər halda sən də baxırdın. Baxmayaraq Bir gözdən baxmağa çalışırdım. Baxmayaraq ki, oyunlarımız paralel gedirdi. 18 oyun 18 birdən. O oyuna- gözdən belə qalmışdı vallahi belə. O şeylər olur, krablar olur. 8 dənə göz olur. O kimi idi mən. Sən fərz elə ki, mən Realın oyununa bir gün sonra təzədən baxdın. Məcbur idim. Yəni, Niyə? yaxşı baxmamışam oyuna. Bir də Qarabağ, bir də Barsa, Liverpool, Qarabağ alə dəyişdi danışmaq bir-birinə. lazım deyil məncə. Tam başqa bir şeylər baş verdi orada, amma Amma nəysə. təbrik eləməliyik Qarabağ bu arada. Qarabağ azarkeşlərini ümumiyyətlə Azərbaycan xalqını belə deyək təbrik edirik. Yəni bu ümumiyyətlə Azərbaycanın qələbəsi kimi qeyd olunur. Bir neftçi azarkeş olaraq Qarabağ azarkeşlərini və bütün Azərbaycanlıları təbrik edirik. Mən də bir sabah hazırkeşi olaraq səmimi qəlbdən Qarabağ hazırkeşlərini və futbolumuzu təbrik edirəm. Bəli, məncə böyük bir nailiyyətdir. Hər şey zarafat bir yana. Təbriklər. Nəysə. Prosta Barselona oyundan əvvəl dedi ki, qardaş, biz sizlə mırtdaşacağıq, biraz nervlərimizi oynadacağıq belə. Bunu öz podkastında demişdim mən. Kayfullalar Karoça 4-cü dəqiqədə Kopenhagendən qol buraxdılar. Özə necə qol buraxdılar? Yəni darıma boy. Və mən komandanı tənqid edirəm. Bu səndə də baş vermişdi. Sən bu haqqda danışırdın, komandanı tənqid edirdin. Hamı sənin üstünə gəlirdi ki, sən kimsən? Komandadan nə heç vaxt razı qalmırsınız. Qardaş, yəni biz kritik və yaxud analitik deyilik. Biz sadəcə olaraq 2 dənə bekar adamıq, gəlmişik. Saat neçədir? Saat 11 işləyib 7 dəqiqə. Oturmuşuq futboldan danışırıq. Öz aramızda olan söhbəti kamera qarşısında eləyirik. Buna siz baxa da bilərsiniz, baxmaya da bilərsiniz. Bu başqa məsələ. Amma yəni olanları demək lazımdır. İlk öncə biz azarkeşik və azarkeş fikrimizi burada prizmamızdan bildiririk. mənim prizmam budur. Bu ilə razı olanlar da var, razı olmayanlar da var. Olanlar da sağ olsun, olmayanlar da sağ olsun. Amma təhqir və yaxud nəsə belə aşağılayıcı sözlər demək düzgün deyil. Yəni gəlin bir-birimizə hörmət qoyaq. Nəysə. Mən Barselonanı tam uşaqlıqdan izləyirəm. Mən keçən çıxışda demişdim ki, Barsanın elə oyunları olurdu ki, mən heç oyunlara baxmırdım. Bəli, hal-hazırki Barsa 10 il əvvəlki Barsa deyil. Bunu hamımız çox gözəl bilir. Real Madrid də həmçinin. Amma sən Kopenhagenə qarşı oynayırsansa və belə formada futbol göstərirsənsə, bu biraz gülüncdür. Bəli, Pedri yox idi, De Jong yox idi. Əsas oyun qurucular yox idi oyunda, anlayıram. Amma qardaşım Kopenhagendən oyunda pressingdən çıxa bilmirdi komanda. Birinci isə komanda pressingdən çıxa bilmirdi. Yenə də başlayıblar ki, oyunu satıblar, kontorlara işləyirlər. Qardaş, bunu kimsə görüb. İndi bəlkə kimsə deyəcək ki, qaqa gör özün bilmirsən. Mən heç sən bilmirəm Murat. Mən kiminsə adından Biz gələk danışmıram. gördüyümüz danışaq. Mən görməmişəm Murat. Yəni mən bunu bilmirəm. Mən bunu danışa bilmərəm. Ki, oyun satılıb. Yəni bunu demək çox asandır. Yəni hər şeyə belə deyirik. Barsa məsələn uduzanda hamı deyir ki, Barsa oyunu satıb. Real uduzanda Real oyunu satıb. Benfica'dan sonra qaqa satıb ki, Benfica oynasın dəzlərdə. Udanda amma deyir ki, o qəşəng oynadıq, bomba kimi oynadıq. Yəni bu satqı, algı satqı məsələsinin, yəni mən yenə deyirəm, mən bunu bilmirəm. Bağlayın, ay sağ ol. Yəni bunu mən bilmədiyim şeyi danışa bilmərəm. Okay, birinci sədə momentlər oldu. Yəni çox da olmadı. Amma yəni nəsə çatışmırdı da, nəsə çatışmırdı və bu De Jongla Pedri deyildi. De Jongla Pedri bu oyunda olmasa da olardı. Bəzi oyunçuların xəsisliyi, məsələn Fermin Lopezin xəsisliyi, yersiz hərəkətlər eləməyi, ancaq sırf Yamaldan oynamaq, nə qədər Yamaldan oynamaq olar? Yamalı artıq 3 nəfər tutur. Top Yamala gələn kimi 3 nəfər tutur. Yəni bu normal bir şeydir məncə. Bir məncə. dənə cinah müdafiəçisi düşür üstünə, bir dənə Aporno düşür üstünə, bir dənə də Atakuçi yarım müdafiəçisi düşür üstünə. İdarə bir dənə də mərkəz müdafiəçisi çəkilir, yəni onu bağlamaq. Artıq 4 nəfər olur. Yəni bu əslində yaxşı idi də. Xəttlər açılır da, yox. Xəttlər açılır, yəni amma Yamalın da biraz xiyarlığı var axı. Həddindən artıq yəni işin çıxarır. Qardaş, birinci ikinci abvodka elədin, nəsə bir kreativ bir şey elə fikirləş, pas ver. Dirəşib ki, ancaq Trivela verəcəm. Dirəşib ki, ancaq Trivela verəcəm. Okey də anladıq. Sən Quaresmasan, sən Quaresmadan daha yaxşı Trivela verirsən. Amma da bunu çıxarmaq lazım deyil. Hər şeyin öz yeri var. Yəni hər momentdə istəyir ki, nəsə publikaya işləsin. Normal bir şeydir bu. İndi müasir futbol bunu tələb edir. Amma çox cavandır özü. Məndə cavandır, bir farmazonluq eləmək istəyir, amma yeri yoxdur, nəticə vermək lazımdır. İkincisi haqqında onu deyə bilərəm ki, ikincisi biz bilirdik yeniləm, komanda qayıdacaqdı və erkən gol vurdu. İkincisi də erkən gol Dani Olmonun möhtəşəm ötürməsi. Deyəsən son oyunlarda formadadır Dani. Çox gözəl formadadır. Həm Fermin formadadır, həm Olmo formadadır. Prosta Ferminin mənfi cəhəti odur ki, Fermin o da xəsisdir, çox xəsisdir, dəhşət xəsisdir adam. Yəni yaxşı bir şeydir əslində o, amma baxır həddində də, yəni biraz zibilini çıxarmaq lazım deyil. İkincisi isə komanda qayıtdı.
özümüzü 8-liyə soxa bildik. Yəni heç bir oyundan asılı deyildik. Oradakı Paris Saint-Germain Newcastle-dakı bərabərliyi bizə belə qane edirdi. Chelsea-nin Napoli uduzması belə bizi qane edirdi, amma Chelsea sonunda comeback etdi. Ümumiyyətlə çox şey son dəqiqələrdə həll olundu. Həm Sporting son dəqiqədə vurdu, Chelsea son dəqiqələrdə. Və Sporting son dəqiqələrdə qol vurmasaydı Real Madrid 8-likdə idi. Yəni elə ki Sporting ilə Benfica birləşib çıxartdılar Real 8-likdə. İki Lisabon komandası, yəni Real Madridə qərəzli etdi. Yəni belə lor dildə desək. Amma narahat olmadı. 16-1 finalda Benfica, 8-1-də potensial Sporting. Hələ biz görüşəcəyik. O mən belə bir şey deyim, yəni sonda bunu demək istəyirəm Barsa haqqında. Yəni çox uzatmaq istəmirəm. Buradan bütün Barsa azarkeşlərini təbrik edirəm ki, komanda 8-liyə düşdü. Bu bizim üçün çox önəmli idi. Onsuz da fevralda qrafikimiz sıx idi və komanda 8-liyə düşməsəydi, 8 oyun keçirəcəkdi fevralda. Potensial olaraq Realdan 3 oyun çox oynayacaqlar, amma indi bir oyun az oynayırlar Realdan. Bu da o deməkdir ki, yəni La Ligada onsuz da zəif olan skameykamızla biz nələrsə itirə bilərdik. Amma Real Madrid fevral ayında 4 oyun keçirməli idi. Oldu 6. Oldu 6 və özünə problem yaratdı. Yenidən Barsa azarkeşlərini təbrik edirəm, amma son sözüm budur ki, 8-liyə düşməklə bağlı sevinc yaşamayın. Ötən mövsümdə biz bunu gördük ki, bunun heç bir önəmi yoxdur. Paris Saint-Germain ötən mövsüm 15-ci yer olmuşdu və gəldi sonda çempion oldu. Yəni bu hələ wow bir şey deyil. Bunun bir üstünlüyü var ki, bəli, komanda 16-da 1 finaldan azad oldu, 2 oyundan azad oldu. 8-də 1-də bizə çətin rəqiblər gələ bilər. Bu PSG ola bilər, bu Monaco ola bilər. İndi Monaco məncə şansı yoxdur PSG qarşısında. Və yaxud Qarabağ Newcastle. Elə istəyirəm Qarabağ gələ. Qarabağ bunun üçün əlbəttə ki Newcastle keçməlidir. Amma yaxşı bir məqamı vurğuladın. O məqamı qayıtmaq istəyirəm biraz sonra. Bir sual vermək istəyirəm sənə. Pedri oldu yoxsa olmadı və yaxud da başqası? Son aylarda biz hiss edirik ki, Barcelona ki birinci time skip edir. Mənə elə gəlir bir azarkeş kimi. Qıraqdan baxan bir azarkeş kimi. Və bu səncə geri dönüşlər etmək əladır, zordur. Azarkeşlərin xoşuna gəlir geri dönüşlər. Amma komanda üçün bu böyük stressdir. Stres, azarkeşlər üçün stressdir. Komanda üçün səncə komanda artıq adaptasiya olub. Buna ötən mövsümdən Filik bunu öyrəşdirdi bizə. Bəs nə ilə əlaqələndirirsən bu məqamı? Kopenhagen xaric, çünki Kopenhagenin da motivasiyası vardı və biz burada deyə bilərik ki, Kopenhagenin motivasiyası birinci taymda Barcelona motivasiyasından daha güclü idi. Bəli. İkinci taymda Barcelona qayıtdı, bəli. Amma biz axı Kopenhagenə savay hər oyunda bunu görürük. Aviyada oynanan oyunda belə oldu. Hər oyunda. Son oyunda belə olmadı. Elche ilə oyunda belə olmadı. Amma sənin sözünə qüvvət, son oyunlar demək olar Barcelona birinci hissəni sadəcə olaraq yola verir. Enerji tükənməsinə əlaqələndirirsən ki, komanda daha çox ikinci tayma. Yəni sən onu demək istəyirsən ki, yorur rəqibi sonra başlayır. Həm yorur rəqibi, həm ekonomiya eləyir öz gücünü və ikinci taymda tam gücünü göstərir. Əslində deməzdim. Yəni ötən mövsümdən bu var komandada. Ötən mövsüm bundan daha belə kritik vəziyyət idi. Nə mənada? Barcelona neçə dəfə comeback elədi. Real'a qarşı comeback oldu, Atletico Madrid'ə qarşı comeback oldu, Celta'ya qarşı, Benfica'ya qarşı oyunda comeback'ə ehtiyac yox idi da belə baxanda. Barça təmin etmişdi 8-likdə yerin axırıncı tur, yox. 7-ci tur idi. 7-ci tur idi, bəli, 7-ci tur idi və Barça oyunda yəni məğlub olsaydı belə heç nə dəyişməyəcəkdi. Amma yəni komanda sona qədər oynayırdı. Yəni Flickdə yəni bunu sevirəm ki, yəni hər bir oyuna yəni son oyun kimi baxırlar. Bunu mən enerjini qorumaq məqsədi ilə olunmasını da anlaya bilmirəm. Bilmirəm buna görədir, yoxsa komanda doğrudan da arxayın olur. Doğrudan da komanda rəqibə yuxarıdan aşağı baxır və yaxud bu sadəcə olaraq bir təsadüfdür bu neçə oyunlarda. Amma doğrudan da bu komanda üçün gələcək oyunlarda böyük problem yaşada bilər. Yəni hər komanda Kopenhagen deyil. Arsenal'la oyunda biz bunu etməyə bilərik. Bayern'la oyunda biz bunu bacarmaya bilərik. Və yaxud Paris Saint-Germain. Hələ şansını sona saxlamadı. Yəni şansını ay sağ ol, niyə sona saxlayasan? Əgər ki sən bunu daha tez edə bilərsənsə. Elə Elche ilə oyun haqqında danışmamışıq, ona danışarıq. Yəni biabırçılıqlar baş verdi orada. İndi onu az sonra danışacağıq. Belə, məndən bu qədər. İlk öncə Fuad, səni təbrik edirəm 8-də 1 final birbaşa vəsəyə qazanmaqla. Əlbəttə ki, istərdik ki, sən də məni təbrik edəsən, amma çox sağ olsun bizim komanda bunu bizə təşkil etmədi. Benfica Real 4-2. Trubin turbasını çıxartdı. Üzr istəyirəm, mən belə bir indi şey demək istəyirəm, sözü də kəsirəm Abdul. Trubini Barsaya Lewandowski ilə gətirmək olar hücumçu olaraq.
Mən digər maraqlı məsələ bildirim sənə. Bu video gördüm TikTokda. Trubin Reala qarşı və Barcelona qarşı. Reala qarşı qol vurur, Barcelona qarşı yadada vurmuşdu Rafinha kəlləsinə top girdi qapıya. 5-4 oyundaydı. Və əvvəlcə bildim o top səncə Rafinhanın başına dəyib girir. Amma Rafinha orada hərəkətini elədi. Yəni çox belə qəribə qol idi. Nəysə. Real bizi xərçin xəstəsi etməyə davam eləyir. Nəinki Öz Real azarkeşlərini. Ümumiyyətlə mən biz bu Çempionlar Liqası blokunu yekunlaşdırandan sonra biraz istəyirəm dərdimizi tökək bura. Çünki İspaniya futbolu Tebasın hesabına və ümumiyyətlə ümumi krizis hesabına çox da yaxşı vəziyyətdə deyil Avropada, nə yalan deyim. İngilis klubları gəlir və İngilis klubları çox yaxşı gəlir. İngilis klublarının hamısı iştirak edən bütün komandalar Çempionlar Liqasının 8-liyinə daxil olub. Tottenham 8-dir. Tottenham belə hansı ki 15-ci yerdədir. 15-ci yerdədir öz liqasında, Çempionlar Liqasında 8-likdədir. 4-də ya 5-dədir. Nəysə bu məqamı qayıdacağıq. Qısaca mən istəyirəm komandanın oyunun üzərindən keçim. Əslində istəyirəm futbolçuların üstündən keçim, amma iki məqam var idi ki, siz Real Benfica matçı haqqında biləsiniz. Əgər oyuna baxmamısınızsa, o qədər hirsliydim ki və o qədər baş qarışığı idi ki, həm orada dediyim kimi biz hamımız bir məkanda baxırdıq oyunlara. 18 oyun paralel gedirdi. Əlbəttə ki, bəzi oyunları skip eləmişdik, baxmırdı. Pafos'un Slavia ilə oyununu məsələ üçün də maraqlı deyildi əlbəttə ki, amma əsas oyunlara baxırdıq və mən Reala demək olar ki 70% ona baxdım. Bəzi məqamlar məni həqiqətən maraqlandırdı ki, mən nəyi buraxdım? Çünki tam oyunu analiz etməyə hazır vəziyyətdə hiss eləmirdim özümü. Növbəti gün açdım Real Benfica təzədən 90 dəqiqəsinə baxdım 1.5 sürətlə. Sən gözlərimə təcavüz eləmişsən. Gözlərimə təcavüz həqiqətən elədim. Çünki bir vacib məqamı bildirməliyik. Biz bilirik ki, Kopenhagenin motivasiyası vardı. Həqiqətən 24-yə düşə bilərdi, amma biz unutmamalıyıq ki, Benfica'nın da şansı var idi 24-yə düşmək. Çünki bəzi komandaların məğlub olması halında Benfica hansı ki ilk 4-5 ya 5 turdan sonra 0 xalla idi. Gəlib 9 xal yığaraq 24-yə düşə bilirdi. Hər şey bunun ətrafında fırlanırdı Mourinho'nun kəlləsində. Real'ın kəlləsində isə hər şey onun ətrafında fırlanırdı ki, heç kəmizi götürək ən pis halda. 8-lik qaranlıq. 8-lik olsun cibimizdə gedək dəlşə. Əcəb oldu komandaya ilk öncə ondan başlayayım. Bax o düşmədi Real. Düzdür. Fuad sən də öz videolarında bildirdin ki, bu dünyanın axırı deyil. 100%. Fərz elə ki, belə bir sadə bir misal gətirim sənə və bizim izləyicilərə. Barcelona 8-liyə düşdü və potensial olaraq kimlə? PSG ilə PSG, Monaco, Qarabağ. PSG ilə qarşılaşa bilər. Potensial. Bəli. Real 16-da bir finala gedir. Benfica ilə oynayır ki, daha güclü Benfica'dan, ən azı atsan cəhətdən və City ilə yox, məsələn, Sporting ilə oynaya bilər. Siz bu potensial rəqib məsələlərini biraz dərindən araşdırın və baxın ki, əslində heç nə 8-yə düşən komandalar heç nə təmin olmayıb. Bəli. Həm 16-da bir finalda oynayan komandalar heç nə təmin olmayıb. İndi cədvəli əlbəttə görürsünüz qarşınızda. Sağ tərəf daha rahat görünür. Orada sağ-sol tərəfləri var. Əlbəttə ki, bütün top klublar sağ tərəfə düşmək istəyər. Sol tərəf biraz belə daha qəlizdir. Amma o biraz qarşıda müzakirə edəcəyik. Nəysə, Benfica Real. Realın məğlubiyyətinin iki səbəbi bir futbola birbaşa bağlı məsələdir. Digəri isə okla futbol məsələsidir. Futbola bağlı məsələ odur ki, Arbeloa tam olaraq öz təcrübəsizliyini nümayiş etdirdi bu oyunda. Biz Arbeloa təzə təyin olunanda demişdik ki, mənbələr deyir, pressing oynadır, gecən pressing oynadır. Əslində hardasa biz bu məqamları artıq görürük. Real çox yüksək pressing eləyir. Çox yüksək. Barcelona'dan da yüksək. Realın qanında yoxdur bu. Ki heç öyrəşməyiblər və nəyin hesabına çıxmağa çalışırlar? Arbeloa cinah müdafiəçilərin yerinə yarım müdafiəçilərə qoyur, sürətli yarım müdafiəçilərinə. Ya Carreras'ın özü oynayır öz yerində ki, o da sürəti var, tez qayıda bilir və yaxud da orada Kamavinga'nı ora salır ki, Kamavinga'nın sürəti var. Sağ cinahda isə Fede Valverde oynayır. Hansı ki, mən artıq düşünürəm ki, Carvajal qayıdandan sonra ki, artıq məşqlərə başlayıb və ərizələrdə də olur, Trent ən qısa zamanda qayıtmalıdır. Mən düşünürəm ki, onlar qayıdandan sonra belə Fede Valverde oynayacaq sağ cinahda, yarım müdafiədə. Formada deyirlər onlar. Bir formada deyirlər. İkinci, Valverde 2 qat sürətlidir. Həm Trentdən, həm Carvajal'dan. Həm də Brest Tsepkidir. Tsepkidir. Carvajal'da o yaş deyil. Əvvəl məncə Fede ilə dirəşə bilərdi. Fede ilə dirəşərdi məncə. Trentdə isə heç vaxt sürət ən güclü tərəfi olmayıb. Müdafiə ümumiyyətlə güclü tərəfi deyil. Və müdafiə qayıtmaq da ən güclü tərəfi olmayıb. Mən hardasa düşünürəm ki, Arbeloa oynadacaq onları. Nəysə, Arbeloa'nın ideyası ondan ibarətdir ki, biz keçən buraxılışda dedik. Fede ilə sol cinah müdafiəçisi nominal
Kamavinga və yaxud Carreras tam olaraq pressingin ikinci xəttini yaradırlar. Bellinghamla və Arda ilə birlikdə. İlk xəttdə əlbəttə ki, Mastantuono, Mbappe və Viniciusdur və Tchouaméni isə üçüncü xətti müdafiəçilərlə yaradır. Sadəcə problemi ondan ibarət idi ki, bir, sən nəzərə almırsan ki, bu Villarreal deyil. Villarreal daha az motivasiyalı idi nəyisə görə La Liga oyununda. O bəzi şeyləri elə ki, Villarreal üstündə yoxladı da Benfica'dan oyundan qabaq. Elə aldatdı onu Villarreal'ın yəni, oyunu. İkinci, Benfica'nın hücumçularını biz nəzərə almırıq ki, çox sürətlidirlər. Həm də fiziki güclüdürlər. Üçüncüsü, çox motivasiyalıdırlar. Onlara 2 top, 3 top fərqi ilə Realı udmaq lazımdır. İlk dəqiqələr cumdular üstümüzə. Və dördüncü məqam əlbəttə ki, yağışın olması. Biz nəzərə almalıyıq ki, Real oyunçuları artıq dama öyrəşiblər də. Nə vaxt yağış yağdı, Santiago Bernabéu damı bağlanır. Adamlar demək olar ki, yağış görmürlər. Nə vaxt mən baxıram, Benfica oyunçuları ayaq üstə oynayırlar. Real oyunçular sürüşüb yıxılır, baş olurlar yerə. Yəni Raul Asensio'nun vəziyyəti ilk buraxılan qolda nəyə deyirsən dəyər. Çox belə böyük bir memə sahibi oldu. Həqiqətən memə sahibi oldu. Nəyə görə? Çünki o sürüşməsəydi. 2 dəfə özdə. Hə, o sürüşməsəydi, oyunçu o prostreli, o ötürməni verməyəcəkdi və Benfica ilk qolu vurmayacaqdı. Faktiki. Sheldrup karyer oyununu keçirdi deyir. Sheldrup çox əla oyunçudur. Mən onu Barçada istəyirəm. FC 26 oynayan qardaşlarımız bilər. Mən karyer həvəskarıyam. Artıq 15 ildir FC-lərdə, FIFA-larda karyer oynayıram. Sheldrup sağ alıram da. Mən başlayan kimi karyer sağ alıram. Möhtəşəm oyunçudur. Sifəti də uşaq sifəti var elə. Uşaqda uşaq sifətidir, amma Norveç millisinin oyunçusudur və mən əminəm ki, dünya çempionatında partladacaq oyunçu. Həm Odegaard'ı nəzərə alaq yanında var, Holland yanında var, amma tək Odegaard'dan, Hollanddan deyil Norveç millisi. Sheldrup kimi oyunçular da var. Belə motivasiya qarşısında Arbeloa oyunun bəlkə də 30-cu dəqiqəsində hesab 4-1, 5-1 olmalıdır Benfica'nın xeyrinə. Çünki Mourinho həqiqətən həyatının oyunu oynadı da. Bu son 3-4 ilin ərəfəsinin Mourinho'su ən gözəl taktiki işlərini nümayiş etdirdi Mourinho. Çünki aşağıda çox belə bərk blokla saxlayırdılar Real'ı. Ki Real'da da problemdir də. Tempi idarə edən yarım müdafiəçi yoxdur. Yəni o açar ötürmələri verən adamlar da yoxdur. Var ya Arda verdi bəzi məqamlarda, amma Arda'nı bağlamaq çox rahatdır. Çünki fiziki cəhətdən çox zəifdir. Və əks hücuma. Sözümü kəsirəm. Arda nə ki fiziki cəhətdən zəifdir? Ardanın biraz Azərbaycanda necə idi o söz? Rus dilində məsələn skarasnaya mıshleya deyirlər də, sürətli düşünmə. Arda da o yoxdur. Arda çox gözəl oyunçudur. Yəni texnikalı, pas özəlliyi çox gözəldir. Prosta məsələn belə rəqiblərə qarşı o topu itirən kimi cumur üstə. Benfica elə idi axı. Real top düşən kimi 3-ü birdən cumurdu, pressing. Arda Gülər çox fikirləşir, bilmir nə etsin. Yəni yarım müdafiəçi çox fikirləşməməlidir. Xüsusən də belə yarım müdafiəçi. Tak pas hazır olmalıdır. Bir Kasanya bilməlidir, nə bilməlidir. Arda'da çox ləngimə var. Bir dənə onu da düzəltsə Arda, yəni çox qaz ola bilər. Türk futbolu nə qədər də biz tərəfləsək də son ərəfələrdə Türkiyə millisi nə qədər güclü komanda olsa da Türk futbolu ləng futbolu. Çox ləng. Hara fırladırsan fırlat. Akademiyadır, filandır, 5 məkandır. Türkiyə futbolu İspaniya futbolundan, İngiltərə futbolundan, Allah bilir İtaliya futbolundan geri qalır. Hələ mən Almaniya demirəm. Çox geri qalır sürətdə. O düşünmə sürəti çox yaxşı vurğulandı onu və hələ də Arda'da o yoxdur. Bəlkə gələcəkdə olacaq. Bəlkə o artıq Realda olmayanda bu olacaq. Bəlkə də Realda olacaq. Kim bilir. Amma mənim əsas pretensiyam Arbeloa'dan ibarətdir ki, qardaş, sən artıq 30-cu, 35-ci dəqiqədə başa düşürəm, sən pressing oynatmaq istəyirsən, bu ulduzları hamısını yerləşdirmirsən ora, yarısı yeri qayıtmır, niyəsə görə. O məqamları nəzərə alırsan və bilirsən, nəzərə almırsan, görürsən ki, sənin rəqibin cumhur üstündən, rəqibin motivasiyadır, rəqib sənin boş məqamlarını artıq hiss eləyir. Arkada 60 sot torpaq var və sən komandanı yendirmirsən aşağı. Xəttə özünü aşağı salmırsan ki, biraz alt blokda qarşılayın. Çünki Real əgər Benfica'ya qarşı özü əks hücum oynasaydı, Benfica bilməyəcəkdi nə etsin. Benfica elə bir ki Real'ın oyununu oynadı da, bir də nə demək istəyirəm. Aşağı blokla qəbul edib kontratak. Real'ın ən yaxşı illərin oyununu oynadı Benfica və maraqlıdır ki, həmin Real'ı da Mourinho yaratmışdı və hal-hazırda Benfica'nın da bu vəziyyətdə, bu oyunda meydana çıxardan da Mourinho oldu. Mourinho nəinki Arbeloa'nı məğlub elədi. Arbeloa özü gəldi dedi ki, gəlin məni məğlub eləyin. Bəli. Baxmayaraq ki, Real oyunçularının klası Benfica oyunçularından daha yüksəkdir, amma fikir verin motivasiya gücü nə dərəcədə güclü. Mən ona görə Ronaldonu şəxsən özüm çox vaxt deyirlər ki, Ronaldo insandır, özünü yaradıb, Messi isə dahidir. Amma mən niyə görə Ronaldoyu da dahi deyirəm? Çünki o motivasiya dahisidir. Motivasiya nələr edə bilər bu dünyada?
idmançılar bilir. Kim ki məsəl üçün belə deyim də əskərlərdir. Bu yolu gedir də savaşma yolu deyim, necə deyim. Motivasiya nə demək? Yəni səni xüsusi orqanlarda xidmət eləyir. O motivasiya o bunlar bilirlər bu motivasiya nə nədir. məqsəd, yəni o məqsədə gedən yol, o qoyduğun qarşıva o cel, yəni səni dəli eləyir də. Yəni sən ona görə hər şey verməyə hazırsan. Və Benfica hansı ki, heyəti Bir də yerdən başqa. Realdan 1 milyard avro fərq var o komandalar arasında. 300-400 milyon Benfica'dır. 1 milyard 400 milyon da Realdır. 1 milyard qiyməti var. Benfica qiyməti oldu 700 milyon. 1 milyard fərqi var komandalar arasında və sən inanılmaz motivasiya bax. Elə bir ki Real Benfica'nın, elə bir ki Benfica oyunçuları Real formasındadır. Real oyunçuları isə Benfica formasında. Belə bir, yəni bilməsən komandaları. Onu da nəzərə almaq lazımdır ki, Benfica ötən mövsümki Benfica deyil ha. Zəifliyib, daha Benfica çox belə güclü komanda idi, yəni lider idi. Və bu mövsümki Benfica tam bərbad və play-offa rahat çıxmışdı. Play-offa rahat çıxmışdı. Yəni düzdür, alt play-off oynadılar, amma rahat çıxdılar alt play-offa. Yəni Benfica'dan, yəni Donald Beckham Realın arxayınçılığı oldu ki, yəni bu Benfica leşdir. Qarabağ gəlib bunları 3 dənə şəpliyibsə burada biz 5 dənə vurarıq. Amma yəni sonu belə oldu. Bu Arbeloa'nın məqamları idi. Yəni bu oyunu Arbeloa uduzdu mənə görə. Arbeloa'nı qoyaq bir kənara. Arbeloa'nı uduzdu. Arbeloa çox səhv eləyəcək və özü də oyundan sonra dedi ki, mən oyunçularımla demişəm, mən çox səhv eləyəcəm. Çünki mən Castilla məşqçisi idim. O Castilla-da məşqçilik etdirirdi cəmaatı. Mbappe Vinicius görmürdü o. Nəysə. Mbappe. Nə? O ki qaldı oyunçulara, çox narazıyam, biraz akeş kimi. Fikirləşirəm ki, konkret olaraq mən indi nə deyim, emosiyaları saxlaya bilməyəcəm çox güman ki. Onlar emosiyalarımı söyüşlə ifadə edib. Çox güman ki, elə də eləyəcəm. Bu oyunçuların konkret olaraq qaçıb. Konkret olaraq qaçıb və mənim azarkeş olaraq verəcəyim ilk sual ondan ibarətdir ki, mən çox dərinlərə girməyəcəm, Perezə qədər düşməyəcəm. Komanda səviyyəsində, oyunçular səviyyəsində gedəcəm. Məncə Perezə qədər qalxmaq lazımdır, brat. Arda Güler bir futbolçu prizmasından götürsək, bir futbolçu karyerasını cəhətdən götürsək, sən kimsən ki, səni əvəzləyəndə məşqçi narazılığı bildirəsən ki, həmişə məni əvəzləyirlər. Sən 2 il ərzində Realda hansı nailiyyətlərə çatmısan ki, hansı statusa çatmısan ki, mən yeni deyirəm, yazacaqlar indi, Arda Güler hardadır, Abdul sən hardasan? Mən özümlə müqayisə etmirəm. Abdul ondan yaxşı oğlandır belə baxanda. Sən kim dala söz deyər? Yox, oğlanlığı qoyaq bir kənara. Arda yaxşı hardasa bunu Vinicius eləyəndə insanlar çaylarda yazırdılar ki, Vinicius 2 dəfə Çempionlar Liqasında udub Realdan hansısa statusu var. Yenə də bunu qəbul etmirəm. Amma Arda Güler əgər artıq baş atırsa bu klubda. Deməli problem var. Demək, qardaş, bu klubun baş məşqçisi var ümumiyyətlə, yoxsa yox? O filik eləyəməz, yox. Mən onu demək istəmirəm ki, Arda Gülerin əvəzli olması düzgün qərardır, yoxsa səhv qərardır. Olub da, bura məşqçi belə deyir. Mən tabeçilikdən danışıram. Məşqçi sabahsa piramida yoxdur. Piramida yoxdur, qardaş. Çünki çox bərbad oyun keçirən Vinicius əvəzlənmir. Növbəti oyuna keçəcək Rayo Vallecano oyununda. Mbappe bərbad oyun oynayıb, onu bağlayıb 5 nəfər, heç nə edə bilmir, onu əvəzləmir. Amma bunun qarşılığında nəsə görə Mastantuono daimi olaraq meydanda start heyətidir məsələn. Mən bilirsən də o Mbappe'ni biz gətirməyə çalışanda Fransa prezidenti zəng eləmişdi ki, Mbappe'yə ki, sən can getmə Reala. Get. Mən sabah öyrənsəm ki, Argentina prezidenti zəng edir, Perezdən xahiş edir ki, Mastantuono oynat. Bu xəbəri mən hansısa mənbədən görsəm, mən təəccüblənmərəm. Hər şeyi qoyaq bir kənara. Bu mənəvi məsələ bir yana. Hardan hiss olunur ki, bu komanda məşqçi yoxdur? Bütün oyunçular Maradona, Raul Asensio'ya qədər Benfica ilə oynayırsan, strukturu futbol oynayır, hazırlaşır ki, bir də sən topu itirəsən, mən səni də əks hücumda yaxalayım da, tutum da, konkret olaraq. Raul Asensio götürüb gedir 70 nəfəri keçməyə çalışır. Sən hansı gün və hansı məqamında sən dribling sənin güclü tərəfin olub ki, sən 3-4 oyunçunu keçmək, Ramos da o heç vaxt olmayıb belə bir məqam. Ramos bir dəfə qol vurmuşdu, məsələn, hala 2011-ci. Yaxşı da 10-15 illik karyerada bir dəfə o alındı, biləm hansı məqamı deyirsən. Ramos yoxsa Asensio şərhlərdə öz fikirlərinizi yazın. Bütün oyunçular pas, mən hələ birinci dəfə oyuna baxanda o qədər dəli olmamışdım. Mən ikinci oyuna baxanda tək idim, bağırdım. Mən vəziyyətə düşdüm də. O, sən o mümkün deyil, qardaş ha. Konkret əsəbləşmə. Yığışdırın da özünüzü də la. Başın üstündə Mbappe zad, Allah, hamısı gelir 5 nəfərin üstünə qaçır. Eləmir, eləmir. Ay, Vinicius, Mbappe yazığınız gəlsin, burada. Ürəyi dayanacaq. Raul Asensio
Komanda abi Mbappé-ni qoyuram bir qırağaçı olsa bu adam öyrəşib 4-5 nəfər keçməyə. Vinicius-a qoyuram bir. Raul Asensio sən kimsən axı sən 5 nəfər keçəsən? Özdə maraqlı bir sən nədir ki, hər dəfə top itirirdilər və hər dəfə kontrata girirdilər. Siz bu nə vəziyyətdir? Görür ki, hücumda Vinicius'la Mbappé bir yemir, amma yox Mbappé yeyə bilir. Bu görüşü mən eləyəcəm də. Mən bir realistik şey Amma olaraq. Asensio'nun sən nəyi var? Asensio'nun dальний pasları var ha. Çox bomba pasları var ha. Вот именно, dальний pasın var, amma driblingin yoxdur. Yaxşı, onu da qoyaq bir kənara. Qardaşım, sözü kəsirəm sən. Sən uzun sözün qısası sən nə demək istəyirəm? Mən sən bu fikirlərlə bağlı sən davam eləyərsən. Arbeloa sən nə deyib Murat? Ürəyiniz nə istir? Elin dayday arxavızdadır. Bax vallah deyirəm bunu sizə. Çıxır deyir ki, mənim oyunçular möhtəşəm oynadı. Siz O sözü deyə o xəstəsiz. qardaş girəndi. Sən özün demişdin bunu. Bildim, prosta deyə o dərəcədə yoxdur. Qardaşım girəndi. Bu variantı yoxdur. Bu sən nə demək etmək istəyir? Qardaşım Zidanın APK versiyasıdır, Murat. Zidanın APK versiyası. Zidan prosta dayday idi. Zidan sən nə də Zidan hörməti var idi bu oyunçular qarşısında. Arbelon hörməti yoxdur qardaş. Top 5-ə girir adam. Zidan gəldi dedi ki, ağıllı olun. Yəni o statusun yeridə bildi, sözün keçirə bildi. Arbelo gəlib indi burada Zidanlıq eləmək istəyir, amma Arbelonun arxasında heç nə yoxdur axı. Onun maksimum bir dənə uğuru Barselona oyunda dribling eləməsi idi. Ondan başqa uğuru yoxdur. Yəni bu da gəlib düşüb Vinicius'la Mbappé'nin qabağına status olaraq onlardan o qədər böyükdür ki bu oyunçular. Yəni oyunçular deyir ki, Arbelon bas bayrağı da yəni. Yəni Mendy var sizdə. Mendy belə Arbelo'dan status olaraq Конечно, Mendy karyerası ərzində əgər açsan Wikipedia uğurlarına baxsan, Arbelon 2 qat çox titul qazanıb yəni. İştirak edib bu titullarda, prosta qazanmayıb. Hə. Digər məqam disiplinsiz. Artıq neçənci oyundur ki, disiplin yoxdur. 2 oyunçu qırmızı alır. 2 oyunçu qırmızı. Hansısa keçən oyunların birində Celta idi, eləsə yox kim idi yadda deyil. Celta, bra. Carrerasdan Fran Garcia qırmızı alır danışıqlara görə. Carreras boşuna aldı. Burada ikisi də belə Raul Asensio oyunçu yıxır. Okey, sən aqressivsən. Bəlkə də oyunçu orada kimisə getdi, bunun mamasını söylədi, bu yıxdı. Gedir danışmağa başlayır hakimlə. Rodrigo dayanamır, başlayır danışmağa hakimlə. Mən Rodrigo'nu heç çox disiplinsiz görməmişəm, qardaş. Konkret olaraq bu klub oyunçuların əlindədir və sonra da məndən proqnoz istəyəndə sən, başqa podkastlarda bizim uşaqlar ki, Abdul sənin bu oyuna proqnozun nədir? Mən orada çıxıb bu neçənci həftə deyirəm ki, qardaş, hər şey baxır bu oyunçuların qeyrətinə, kayfına. Hər şey çünki onlardan asılıdır. Bu Kurtoya yazımız gəlsin də 10 ən çox seyv eləyən qapıçı Çempionlar Liqasında. Hal-hazırda siz bu statistikaların qarşınızda görürsüz. Bir dənə baxın bir dənə siyahıya. Baxın bir dənə başqa top klubun qapıçısı var o siyahıda yoxsa yox. Var niyə yoxdur Murat? Koxalski. Mən başa düşən nə demək istəyirsən, amma faktiki olaraq yox da. Yəni Real Opta hesablayıb ki, 25-ci ildən başlayaraq 94 gol buraxıb 76 oyunda. Real top 5 liqada Realdan çox gol buraxan ancaq bir komanda var. Biraz da dirəşdələr, Paçda hər oyuna bir gol var. O da Eintracht Frankfurtdur ki, hansı ki Eintracht Frankfurtda çatmaq mümkün deyil. 55 oyunda 96 gol buraxıb. Eintracht Frankfurtda bir dənə ildırım vurmayıb qardaşım. O da daha görək nə vaxt olur, amma bir mən başa düşürəm, hardasa zədə məsələsi də var. Onu qayıdacaq növbəti oyunda. Yox, bəhanə kimi olmasın da mərkəz müdafiəçiləri yoxdur. Bəlkə Militao qaydanda optimal cinahlar olanda biz daha yaxşı görünəcəyik müdafiədə. Amma söhbət müdafiədə kim oynamasından getmir. Söhbət odur ki, oyunçu özünü necə aparır və hansı qərarlar verir. Onu deyirəm də qardaşım, o Militao-la nə dəxli var ki? Oyun olaraq bəli, səninlə razıyam. Militao qayıtsa, nə bilim Rüdiger qayıtsa yaxşı olacaq. Qardaşım bir dənə saxlası gələcək. Hə, yox, Rüdigerin zət qayıtsa oyun olaraq nəsə düzələ bilər. Amma sən dediyin kimi disiplin, o hörmət, məşqçinin qərarlarına normal yanaşmaq bu Militao ilə dəyişən deyil ki. Bu deməli komandanın strukturunda artıq problemlər var. Yəni bu oyunçuların egosu ortaya çıxmağa başlayıb ki, yəni qardaş, mən nə istəyirəm edə bilərəm, mən nə istəyirəm deyə bilərəm. Mənim arxamda dala girən bir məşqçi var. Halbuki bunu Xabi Alonso eləmirdi, təzəsi gəldi, bu eləyir və mən rahatam. Budur. Yəni belə deyim, mənə indi elə gəlir ki, indi Vinicius var, hər oyundan sonra belə eləyir. Yəni loqon göstərir. Yəni məncə o publikaya işləyir. Mən açıq dedim, bu mənə belə gəlir. Yəni doğrudan da Realda heç kim belə can yandırmaq istəmir o loqoya görə. Yəni Valverde-ni saymasaq, nə bilim, Mbappé-ni özünü saymasaq, Mbappé də ona can yandırır. Qardaşım, Mbappé nə etməlidir dayı? Dayı bir o qalıb ki, gəlsin Zaşda dursun, versin Zaşda. Courtois ilə eyni yerdə dayansın. Bu dəqiqə Realı ayaq üstə saxlayan 2 oyunçu var.
Kylian Mbappe və Thibaut Courtois. Bunu danan adam məncə futbola baxmasın. Bu iki nəfər Realı saxlayır. Bir də üçüncü şəxs olaraq Federico Valverde-ni ora əlavə edərdim. O da hardasa can qoyulması ilə ürəyi saxlayır komandanı. Kylian Mbappe rekord vurdu Çempionlar Liqasında. Dəhşət rekord. 7 oyunda 13 gol, Ronaldo rekordunu vurdu. Ronaldo 6 oyunda. Juventusla Liverpool oyunun boş buraxıb ha, yəni qol vurmayıb. Juventusla oyunda deyəsən yox idi. City-nin oyunda yox idi. Juventusla Liverpool oyunda var idi. Prosta Juventus bağlanmışdı. Liverpoola qarşı çox pis oyun keçirdi. Amma vurduğu qollar hamısı orta səviyyəli klublardır, onu deyim sənə. Liqa mərhələsi və qrup mərhələsində yəni normal bir hadisədir. Ronaldo'nun rekordunu qırdı. Ronaldo 6 oyunda 11 gol vurdu. Amma məsələ qollarda deyil. Bu qollar, bu statistikalar, hər şey öz yerində. Onun üçün yenə deyirəm, verdiyi qərarlar. Elementar olaraq bax, mən gözləyirdim şəxsən ki, Benfica 4-cü qol vuracaq. Mən şəxsən gözləyirdim. Bilirsən nəyə görə? Mən sadəcə baxırdım ki, oyunçular harda dayanıb. Mən görürəm ki, 2 nəfər durub şeydə. 2 nəfər meydanda yoxdur. Rodrigo ilə Raul əsası qırmızı aldılar. 96-cı dəqiqə gedir. Bundan savayı Mbappe ilə Vinicius'un harda yerləşməsinə fikir versəz, cəmi meydançalarda deyirlər. Onlar düşünürdülər ki, top gələr, bir də əks hücuma çıxıb qol vuraqlar. Amma onlar bunu düşünürlər. Onlar çox şey düşünə bilərlər. Amma cərimə meydançasında 9 Benfica oyunçusu var və 6 Real oyunçusu var. Yəni, bir Real oyunçusunun kəlləsinə 2 dənə Benfica oyunçusunun kəlləsi düşürdü. Özdə mən orada qola baxdım Turbinin qoluna. Turbinin qolu zamanı nəinki Real oyunçuları, hətta Benfica oyunçuları ona mane olurdu. Yəni Turbinin başına top gələndə ətrafında mən bir dənə Real oyunçusu görmədim. 2 dənə Benfica oyunçusu var idi. Yəni özünkülər idi ancaq. Yazığınız gəlsin bu Courtois'a. Bəsdir. Hələ mən ən pis öldürən, ən pis nöqtədən toxunan bir sən nədir vəbşə? Arbeloa çıxıb deyir ki, Perezi, nə bilim, fitə basan madridista deyil. Nə bilim, Bellingham'i, Vinicius'u start heyətdə görmək istəməyən madridista deyil. Zaten komanda elə vəziyyətdədir ki, bilinmir bunların yiyəsi kimdir. Zaten rəhbərlik xaotik bir qərarlar qəbul edir. Zaten bunların heyətinə çatışmayan oyuncular var, yəni mövqe üzrə. Hələ bu azmış kimi çıxıb baş məşqçi deyir ki, yəni siz falan şeylikdə siz madridista deyilsiniz. Konkret olaraq bura sabun bura. Yox, sabundandır kənara. Sən bu iyerarxiyada bir məşqçi olaraq, futbolçu Arbeloa demirəm amma bir məşqçi Arbeloa olaraq kimsən ki, illərlə bu komanda azarkeşlik edən, stadionlara gələn, bəziləri başı stadiondan uzaqlaşdırılan azarkeşlər deyirsən ki, siz madridista deyilsiniz. Bəyən bizim keyfimizdəndir burada, biz dərdimizi danışırıq, əziyyət çəkirik, oyuna baxırıq, belə bilirsən, yarımçıq oyuna baxırıq, bu nə oyundur, tüpürün belə oyuna. Keyfindən deyil, kayf verir mənə. Mən qardaşım, mənə kayf vermişəm. Yox, qardaşım, Arbeloa onsuz da, yəni status olaraq, yəni Real Madridin çox oyuncusundan aşağı səviyyədədir. Bu bir. Hətta yəni Real Madriddən Mendy belə, yəni status olaraq Arbeloa onların Wikipediyasına aç, Mendy'nin bəlkə də uğurları Arbeloa'dan daha çoxdur. Arbeloa'nın yəni belə oyunçu olaraq da yəni olmayıb, yəni oyunçu olmayıb, orta statistik bir müdafiəçi olub, bu başqa məsələ. Amma Arbeloa yenə deyirəm, sırf olaraq Zidane'ın APK versiyasıdır. Zidane kimi gəlib burada. Zidane statusu vardı bir insanın şəxsiyyət olaraq. Yox idi. Zidane Pramoy statusu var idi. Zidane dayday idi ki, yəni futbolçu kimi də ad qoydu, məşqçi kimi hələ qoymamışdı, amma gəldi, qoydu, getdi. Amma Zidane gör kimlərlə işlədi? Ronaldo, Bale ilə, Benzema ilə, Kroos, yəni adam konkret olaraq əfsanələrlə işləyib. Yəni indi Zidane üçün bunlarla işləmək, Mbappe ilə, Vinicius'la işləmək 2-2-dir də. Yəni amma Arbeloa gəlib burada pisə nə etmək istəyir? O indi Vinicius'dan videosunun zadında görmüşəm də, onlara pisə güya tipa motivasiya verir ki, yəni arxanızdayam. Sizə bura gəlmişəm ki, mən taktik verməyim. Sizə gəlmişəm bura motivasiya verim. Sizə mən gəlmişəm bura mənəvi güc verim ki, nəsə rezultat verəsiz. Amma Arbeloa'da o yoxdur da mənə görə. Yəni faktiki. Baha görə mövsümün sonunda nə olacaq? Amma görünən odur ki, həm hər iki klub, həm Real, həm Barcelona'nın maksimumu bu vəziyyətdə. Maksimum, bəli. La Ligada bir-birlərinin mübarizə aparmadı. Çempionlar Liqasında açığı heç bir rahat, yaxşı perspektiv görmürəm. Yəni yaşıl işıq görmürəm mən. Əvvəllər La Liga komandalar nə vəziyyətdə olsalar belə, Avropa oyunlarında, play-offlarda, bu knockout deyirlər də, roundlarında yaxşı idilər. Amma nəzərə alsaq ki, ingilislər nə vəziyyətdədir? Mən düşünürəm ki, 2008-2009-cu illər qayıdır. Aradakı Çempionlar Liqası yarı finalında 3 Premier Lig klubu və Real, 3 Premier Lig klubu və Barcelona. Yəni bundan artıq bir şey olası deyil. Yəni Abdulun sözünə qatılıram. Buradan Bavariya var, PSG var. Plus Bavariya, PSG, ay sağ ol. Inter var. Yəni неожиданно belə şey də favorit.
Abdulun sözlərinə qatılıram. Buradan Barselona və Real azarkeşlərinə səslənirəm. Uşaqlar, komandamızı sevirik, komandamıza dəstək oluruq, komandamızın yanındayıq. Bu başqa məsələ, bu öz yerində. Amma gəlin biraz rasional olaq, gəlin biraz realist olaq. Hal-hazırki Barselona və Real Madrid 10 il əvvəlki Real Madrid və Barselona deyil. Bəli, bəlkə də Real Madrid 2023-cü ildə Çempionlar Liqasını qazandı. Amma ki belə deyim, 23 deyirəm, üzr istəyirəm, 24-cü ildə qazandı. Amma yenə də həmin o Real Madrid aurasını vermirdi. Əzəmət qalmayıb, əzəmət qalmayıb, o dominasiya qalmayıb. Məsələn, vaxt var idi, biz bunu hansı çıxışda demişdik ki, məsələn, Barselona ilə Real Madridin və Bayern Münxenin yarım finalda olması artıq garanti idi. Hə, 3-dən 4-ü, yəni bunlar. 3-dən 4-ü, yəni Bayern ola bilməz. Okey də Bayern Münxen birdən-birə qızdı. Yəni o Ribery Robben dönəmi gəldi, prime Bayern oldu. Amma Barça ilə Real neçə illər ard-arda yarım final oynadı, final oynadı, çempion oldular. Real Madrid bir ara pis atrezika düşmüşdü. Məsələn, o qara palasaya düşmüşdü. Yarım finallardan da dayanırdı. O hətta o 2011-12 mövsümündə Santiago'da uduzdular Bayernə. Çempionlar Liqası qazanmayan ən güclü komanda. Ən, yəni belə necə deyim, hörmətsiz məğlubiyyət idi də. Yəni nə mənada? Penaltilərdə Real Madrid çox gözəl oynayırdı, amma bəxti gətirmədi. Məsələn, həmin mövsüm istəyərdim ki, Barça Real oynasın finalda. Məncə yəni Çempionlar Liqası tarixinin ən möhtəşəm finalı olardı. Ən möhtəşəm prime Barça, prime Real. Yenə də uşaqlar, dəstək olaq komandalarımıza, amma yəni bu Barça ilə bu Real o deyil. Yəni İspaniya futbolu çöküş yaşayır və demək olar ki, yəni yaxşı görsənmir. Yəni indiki məqamda onlardan biri finala çıxsa və yaxud da hətta qalib olsa Çempionlar Liqasında, nə yalan deyirəm, mən Leicester 2016-dan çox şoka düşərəm. Yəni sensasiyadır. Vəziyyət odur da yəni. Bəli, yəni Arsenalın 2 heyəti var, Liverpoolun 2 heyəti var, baxmayaraq ki, məşqçiləri o deyil. Bayern yaxşı formadadır, PSG öz formasındadır. Yəni Barça ilə Realın şansı demək olar çox azdır. Çox az. Yəni favoritlər arasında deyil Barça. Bu neçə illərdən sonra ki, yəni Barselona və Real Madrid Çempionlar Liqasında favorit deyillər. Yəni onlara sən necə baxırlar? Artıq ikinci dərəcəli bir klub kimi baxırlar. Yəni və təhlükə görmürlər də belə açıq-aşkar deyim. Yəni Barça ötən mövsüm biraz hoqqa verdi, qızışdı, qabağa getdi, amma görsən axırıncı momentdə lazım olan yerdə o təcrübəsini göstərə bilmədi, o yükün göstərə bilmədi və ona görə yenə də belə qalmışıq ortalıqda. Görək nə olur. İspaniya futbolu yaxşı vəziyyətdə deyil. Onsuz da bəllidir. Bunun hal-hazırda La Liqanın müzakirəsindən onsuz da başa düşəcəksiniz. Və biz onsuz da İspaniya futbolunu nə istəyirik ki, La Liqanın prezidenti elan edib ki, kim getsə hansısa barlarda görsə ki, La Liqanı qeyri-qanuni nümayiş etdirirlər, onlara 50 evro pul verəcəm. Yəni uzağa yəni sənə açığı da dedi 50 evromuzu verək, götürün gedin də. Və bəzi barlar İspaniyada imtina etmək istəyirlər La Liqanı nümayiş etdirməkdə. La Liqanı İspaniyada. Vəziyyət o vəziyyətdə. Nəysə, gəl Tebas məhv edir İspaniya futbolunu. İspaniya futbolunu demişkən La Liqa keçək. Hər iki komanda əslində həm Real və Barcelona bu turda həm qalib gəldi, həm də o qədər zəif komandalar oynamadılar. Yaxşı futbol nümayiş etdirir Elche, həm Rayo Vallecano. Atletico nəzərə almayaq. Atletico yəni xalterdir. Atletico məncə çempionluq uğrunda mübarizə aparan bir komanda artıq kimi görünmür. Çünki 10 xal, 11 xal fərq var deyəsən. Real Barça və Atletico arasında. Başlayaq Elche Barcelona maçına. Elche Barcelona. Oyda Elche Barcelona. 7-1 hesablı 8-1, nə bilim 6-1 hesablı qalib gəlməli olduğumuz oyundan cəmi 3 qolla ayrıldıq. İkisi partlatmışdı ha, bir ağızda. İkisi 6-35 idi, 6-50-yə qalxmışdı belə. Sağ olsun buradan Ferran Torres, bizim şarkımız. Şarkdır bu, yoxsa kilkədir, mən elə də anlaya bilmirəm. Yəni başqa bir formada olan hücumçu olsaydı və yaxşı vaxtında o oyunda neçə qol vurardı səncə? Ən azı hat-tricklə çıxardı. Ən azı hat-tricklə. Yəni Ferran Torresin o qədər momentləri oldu. Hətta qol belə vurdu adam. Dirəklərdən hat-trick elədi adam. Yəni belə deyim, Ferran Torresin qoluna baxsaq, vurduğu qola baxsaq, orada elə bir ötürmə etdi ki, De Jong'a. Çox ötürməni bəlkə Messi eləyə bilməzdi. Çox incə bir toxunuşla De Jong açıldı, De Jong qapısını keçdi, çıxartdı. Şarkımızla yerinə yetirdi. Hər şey vışı klas. Amma yəni buraxdığı momentlər oldu. Yəni gülünc momentlərdir. Adam qapısını keçib boş qapıdır. Yanında heç kim yoxdur. Heç kim yoxdur. Düşünməsi və ayaq üstədir. Ayaq üstədir. Düşünməsi üçün saniyələr var. Adam başını qaldırıb qapıya baxmır. Və hara gəldi vurur,
Elçin müdafiəçisi topu qapıdan çıxartdı. Qardaşım, başını qaldır, bax, saniyələrin var. Sənin ya desəm yanında müdafiəçi var, okey, anlayaram hardasa. Bomboşsan. Bax qapıya, başını qaldır. Yəni o shark nə deməkdir? Akula da, yəni köpək balığı. Xişnik. Tutdu qapı, yırtıcı. Sən belə yırtıcı olar ala. Belə bu Manişka yoxdur məsələn. Allah məsələn kirlikədir bu. Yala belə. Balıqlar olur ya belə. Akulalar amma belə uzun var ya, toy balığı. Ay, çəkici oxşur. O şəkildə bunu görürsüz. O elə bir akula. Sən uzaq başın Nemo ola bilərsən. O Nemo'dakı yaddaşı zəif falan balıq vardı. Yaddaşında biraz problem var. Doğrudan yəni biabırçı oyun oldu. Yəni Elçe Sarabiyada, yəni komandanın baş məşqçisi Kiki Setyenin keçmiş köməkçisi belə qərara gəldi ki, bu oyunda Barsaya qarşı Barsa olaq. Yəni açıq futbol oynayaq. Ondan da Flick də qayıtdı, dedi ki, qardaşım, öpürəm səni, çox sağ ol, bu şansı mənə verdiyinə görə. Biz də əziyyət çəkmək istəmirik. Barsa da ölmür belə şey, çünki prostranstvo olsun, zonalar olsun, mən bunu parçalayım. Barcelona birinci hissədə o qədər momentlər oldu. İkinci hissədə o qədər momentlər oldu. Yəni bu şans idi da. Yəni bu şansın şansı idi. Yəni müdafiə yox idi. Razıyam, Elçində bəzi əsas oyunçuları yox idi oyunda, zədə almışdı. Rafa Mir olsun və başqa bir oyunçular olsun. Əsas Rafa Mirdir, o yox idi. Və bu oyunda sən böyük hesablı qalibiyyətlə çıxmalısan. Okey, qələbə var. Hər şey zordur, əladır. Amma belə momentləri yerinə yetirmək lazımdır. Yazıq Flick dəli olmuşdu. 4 dəfə dombala qaçdı o. Baxdı belə dedi, ay mən kimləri məşq etdirirəm? Yəni burada neynəsin Flick? Yəni sual verirəm, Flick burada neynəsin? Adam taktikanı qoyub, bir yol cızıb, deyib ki, bu yolla gedin. Dağdan boş qapıya vura bilmirsə, Flick gedim onun yerinə özü vuracaq topu. Əlbəttə vura bilməyəcək. Deyəcək, qardaş, sən bunu yerinə yetirə bilmirsənsə, mən sənə nə deyim? Amma gələcəkdə çempionlar arasında bayaq da dedik. Ona görə ümidlənməyin. Qabağımıza bizim Arsenal, Bayern, Chelsea çıxsa, yəni onlara qarşı sən bu momentləri yerinə yetirə bilməyəcəksənsə, bunun acısını çəkəcəksən. 100% çəkəcəksən. Variant yoxdur. Sən outsiderə qarşı belə momentləri boşa verməməlisən. Realizasiya bərbad vəziyyətədir Barsada, bərbad. Lewandowski yoxdur. Lewandowski şampionlara gələcək üstümə ki, Lewandowski belə. Lewandowski qardaşım, Çempionlar Liqasının top 3 hücumçularından biridir. Ən çox qol vuran oyunçulardan biridir. Bax, oğlumun daş kəsəndəki obyektinə ki. Anlayırsan? Bax belə. Eləyib. Adamın 38 yaşı var. Barcelona kimi komandanın heyətində 38 yaşlı hücumçu olmamalıdır. Olmamalıdır. Belə maaşlanır. Bu absurd bir şeydir. Burada günah Lewandowski'də deyil. Lewandowski möhtəşəm hücumçu olub. Lewandowski'nin CV-si, nə bilim, portfolyosu möhtəşəmdir. Buna söz yoxdur. Amma qardaşım, vaxt gəlib çatıb da, sən bu ilə niyə 2+1 müqaviləsi imzalayasan? İmzala da 1+1. Rahat olaq. O adam bu yay getsəydi, maaş limiti ən azı bir 15-20 milyon arası azalacaqdı və ən azından daha gənc, daha perspektivli hücumçu gətirə bilərdik komandaya. İndi qalmışıq Qozanın əlində və Ferranın əlində. Sonra Flickə biz pretenziya tuturuq. Bu adama pretenziya tuta bilmərsiniz. Flick yəni bunlarla işləyirsə, yəni onun alnından öpmək Robert lazımdır. Lewandowski də deyir ki, qoca görmək gecə gör. Aysa, qoca görmək gecə gör. Yəni adam qəbullanmaq istəmir. Nəysə, komanda qalib gəldi. Təbrik edirəm hər birinizi. La Liqada mübarizə davam edir. Nə keçək Rayo. Keçək bəlkə bəziləri hətta bilmir Madrid derbisinə. Çünki Rayo Vallecano'da Kiçik Madrid komandası. Madridin qəsəbəsidir, belə deyək, və qəsəbə sakinləri gəlib Real'la oynamağa Santiago Bernabeu'ya. Əslində çox pressing eləyən komandadır Rayo Vallecano, amma məşqçiləri tupoy deyil. Başa düşür ki, pressing necə ki Elche tupoyluq elədi, Sarabia çıxdı Barcelona qarşı tam hücumla. Rayo Vallecano normalda öz meydanında belə oynayır Real'a qarşı. Amma bu dəfə risk eləmirlər. Görürlər ki, o hər şey oyunçuların öz əllərindədir. Plus bir səndə Real'ın təzə teması oyunçularının. Əgər biz keçən oyunda biabır olursa, bu oyunda biz pressinglə başlayırıq. %100 pressing. Biz işləyirik də görə. İnandırım sənə ki, bu qələbə oldu. Bu qələbədən sonra növbəti oynadı Valencia'da. Yəni belə pressing görməyəcəksiniz. Gərək bunlara girsin ki, nəyə görə gərək bunlara girsin ki, bunlar pressing eləməyə başlasınlar? Əlbəttə ki, ona görə ki, mənim əzim, oyunçular özünü idarə edir, motivasiya edir. Baş məşqçi qətiyyən ehtiyacı yox. Yoxdur elə bilərəm. Orada yəni baş Albion yerində sən otura bilərsən, mən otura bilərəm, heç nə dəyişməz. Çünki idarə etmir. Konkret olaraq bunu Çempionlar Liqasının müzakirəsində ətraflı müzakirə etmişdik. İlk hissə ilə vacib məqamlarla
baş tutmadı. Elə Rayo Vallecano bağlı bir futbol oynayırdı və kontra-ataklarda hücum etmək istəyirdi. Arbelo'nun dəyişməz taktikasını artıq Benfica'nın oyununda mən sizə dedim nədir, heç nə də dəyişmədi. Ona görə elə bəzi o məqamlarda Rayo Vallecano, nə bilim, oyunçusu 60 metr tək qaçırdı Kurtuaya qarşı. Amma ikinci hissədə İkincisi demişkən Murad, sözü kəsirəm. Belə bir sualım var. İkinci hissəyə 9 dəqiqə ləğv olundu. Nəyə görə 9 dəqiqə ləğv olundu? Bunu izah edə bilərsən zəhmət olmasa. Mən orada 9 dəqiqə görmədim. sən ona baxdın? Oyuna baxırdım Murad baxmağına. Prosta indi hamı yəni buna etiraz edir. Təkcə mən demirəm. Məsələn, elə bilərlər ki, mən indi Reala qarşı çıxmaq istəyirəm. Penalti epizoduna qarşı zərrə qədər şübhəm yoxdur. Açıq-aşkar penalti idi. Adam vurub az qaldı dağıtmışdı Brahimin qarnını. İkinci, Patisisin qırmızı vərəq epizodu. Bu epizodda tərtəmiz qırmızı vərəqə idi. Hətta 2 qat qırmızı vərəqə. Adamı bəlkə 2-3 oyunluq cəzalandırmaq lazımdır. Bilə-bilə açıq ayaqla oynadı. Yəni futbolçunun Sebaliosun karyerasını məhv edə bilərdi. Onsa belə normal karyerası yoxdur. Yazığa. Onsa xronikdir. Yəni amma belə bir də nüans var. İndi yadıma düşdü. Həmin oyunçu ilə Patesis ötən mövsüm Pedri'yə qarşı hərəkət etmişdi və hakimlər o epizoda sarı vərəqə vermişdilər. İndi yəni deyirəm, bilirəm ki, də orada giz-giz şeylər yazacaqsınız bəziləri. Real Barsa söhbəti zət. Valla onu nəzərdə tutmam. Yəni burada problem Realda Barsa deyil, burada problem hakimlərdədir. Yəni müxtəlif qərarlar verilir, amma eyni epizodlar olur. Amma mən orada 9 dəqiqə görmədim. Sən məndən izah istəyirsən, mən sənə izah edərəm, amma mən sevincliyəm ki, heç olmazsa sən oyuna baxmısan və bunu sual verirsən. Çox adam şəhərlərdə fərqi yoxdur, Peñablancasın şəhərlərində və yaxud da futbol şəhərlərində elə prosta yazırlar ki, 45 dəqiqə əlavə edərdiniz də, brat. O insanlar mən əminəm ki, prosta açıblar flash skoru, görüblər ki, 90+9 əlavə olunub və 97-ci dəqiqədə Real penalti qazanır. Yəni, amma nə yalan deyim, mən görəm. Hətta siz flash skordan belə baxırsınızsa, 7 slot əvəz etmə oldu. 7 əvəz etmə yox. 7 dəfə oyun əvəz etmələrə görə dayandı. Hakim dili ilə də bu 20-25 saniyə dayanmaqdır. 90 plus neçənisə dəqiqələrə qədər, yəni 90 plusa qədər, yəni sırf 45-dən 89-a qədər 8 dənə sarı vərəqə oldu. Və Rayo Vallecano əllərindən gələni etməyə çalışırdılar ki, oyun maksimum şəkildə dayansın. Taktiki follar, hər taktiki folda da 20 saniyə, 30 saniyə dayanmalar. Vinicius da sağ olsun, burada da əlavə eləyirdi o 20-30 saniyələrə öz danışıqları ilə. Yəni biz elə 9 dəqiqədən çox gözləyirdik əslində. Yəni təcrübə bir şey yoxdur və burada Rayo Vallecano təzyiqə dözə bilmirdi, açığı. İkinci hissədə nə qədər də Real xaotik olsa da təzyiqi çox böyük idi. Sadəcə bir məqam ondan ibarətdir ki, Rayo Vallecano meydanın bütün ərazilərində fol eləyirdi, cərimə edirdi. Amma öz meydançasında eləmirdi, cəmi meydançasında eləmirdi. O da gəlib çıxdı 97-ci dəqiqədə, çünki təzyiq çox artdı. Real tam gücü ilə qabağa getdi. Heç əks hücum da gəlmirdi. Rayo Vallecano da əks hücumlarını hiss eləmirdi. Çünki hansısa məqamdan da başlayaraq. Penalti tam tərtəmizdir. Maraqlıdır ki, Brahim'in qarnına ayaqla vuran oyunçunun adı soyadı Paçadır. Və paçasını soxdu Brahim'in qarnına. Paça yalan. Və heç təəccüblənmədi. Kəllə paça var Murad. Oyunun isə 13-cü plus 14-cü dəqiqəyə çatmasının səbəbi isə sadəcə Rayo Vallecano oyunçular artıq nervlənməsi və nə bilim Rodrigo'nun aşırtdılar, göndərdilər stadiondan kənara. Ondan sonra aləm dəymişdi bir-birinə. Nəysə, Real mənim xoşuma gəlmədi. Çünki mən yenə deyirəm, mən Rayo Vallecano oyunu ilə yaşamıram da. Yəni mən gələcəyə fikirləşirəm və Rayo Vallecano'dan qat-qat təhlükəli komandalar gələcəkdə oynayacaq bizə qarşı. Orada Real'ın enerji mənə çox maraqlıdır, amma ikinci hissədəki oyuna can qoymaqları ilə futbolçuların deyə bilərəm ki, yəni layiqli qələbə idi. Nəysə, hər iki komanda qalib gəldi. La Ligada vəziyyət qızğındır və çox maraqlıdır. Bir xal fərqi davam edir. Gələn tur kimin oynayırsınız? Gələn tur Mallorca ilə oynayırıq öz evimizdə. Mallorca evimizdə. Biz isə gedirik əfsanəvi Mestalla səfərinə. Mestalla, Jugadora. Da Jugadora yenə qımışır, yenə Real'a qarşı oynamaq istəyir və qol vurmaq istəyir. Məncə Vinicius da olmayacaq. Jude Bellingham də zədələndi bir aylıq. Yəni məqamlar var. Hesab təxmini nədən anar? Vinicius olmayacağına görə deyirəm də. Yəni Valencia Hani Bayışkaşı kimi başqa Mbappé'ni söylərlər. Da taparlar kimsə. Anar. Anar Valencia Real. Valencia Real Nişya. Nişya. Xalq ikisi gözləyirsən də. 2-2. Kırmızı penaltı çox gözləyirəm. Real'ın lehinə. Real'ın lehinə.
Nəzərə alsaq ki, Real artıq öz limitini doldu və qələbə qazandı. Məğlubiyyətdən sonra artıq xal itirmə vaxtıdır. Baxmayaraq ki, La Ligada kısaca 6 oyun davamında udurlar. Bu arada Yaxşıdır. Real 6 oyun davamında La Ligada qalib Amma gəlir. heç bəzi oyunlarda yenə qalib gəlməyə layiq deyil əslində. Oyun cəhətdən, oyun cəhətdən hə, amma Ən hardasa layiqli göstərirlər. ən layiqli qələbələri Villarreal-a qarşı idi. Çox gözəl oynamışlar. Villarreal prosta gəlməmişdi oyuna, Ha, bilmirəm. mən də çatdım. Villarreal yox idi oyunda. Deyirəm ki, ya 1-1 olar və yenə deyirəm ki, hər şey oyunçular nəzərə alsaq ki, özləri özünü idarə edir. Hər şey özünə qeyrətlərindən asılıdır. 1-1 deyirəm, qeyrətləri olmasa, yox, qeyrətə gəlsələr 2-1 ya 3-1 qalib gələ bilərlər. Vinicius'dan Mbappé deyəcək, qaqaş bu gün oynamayaq bura. Bu gün oynamayaq desələr 1-0. Hugo Dora. Sonsuz da oynadı. Hə. Ha, Vinicius Hugo Dora 89 dəqiqədə. Gonzalo heyətdə olar herhalde. Gonzalo Rodrigo çox. Rodrigo gözləyirəm. Nəhayət ki, start heyəti nə olar? Nəysə, uşaqlar, bizim fikirlərimiz bu qədər. Siz də öz fikirlərinizi, ehtimallarınızı yazın. İstəyirəm ki, yazasınız ki, çempion kim olacaq bu il La Ligada. Amma elə yox ki də Barcelona yazır, Real ki, Real yazır. Nəyə görə Barcelona və nəyə görə Real və hətta Barcelona azgeçlər yazsın ki, Realın güc tərəfləri nədir və niyə görə çempion ola bilərlər və Real azgeçlər yaza bilər ki, Barcelona hansı öz güclü tərəflərinə görə çempion ola bilər. Və əlbəttə ki, La Ligada Barsa hansı play-off raunduna qədər çatacaq və Real hansı play-off raunduna qədər çatacaq fikirləriniz maraqlıdır. Çünki biz Fuadla və bizim komandamızla hər bir şərhinizi bir-bir oxuyuruq. Bəli dostlar, Abdulla tam razıyam. Fikirlərinizi bölüşün. Deyin görək kim qalib gələcək Çempionlar Liqasına. Yəni Lüboy komandanı deyə bilərsiniz, bizdən Atleticodan başqa. Həmin şəxs sırası yerindəcə ban olunacaq. Onsuz da mənası yoxdur demək ki, Atletico çempion olacaq. Yəni yumor hissiniz yaxşıdır, onu da belə görürəm. Yenidən hər birinizə təşəkkür edirəm. Bizi izlədiyinizə görə, bizə dəstək verdiyinizə görə bu videonun altında da bizim sosial şəbəkələrin linkləri qeyd olunub. Instagram, TikTok, orada da bizə abunə olsaz əlbəttə ki sevinərik. Və kəşfiyyatda qabağınıza çıxmışıqsa abunə olmağı unutmayın ki, bu daimi bu videolara görəsiniz. Komandamıza dəstək olaq, inanaq, güvənək, amma havalara qalxmayaq. Viska Barsa Nə, deyəcəm ki, brat, mən Əhməddə qalaram. Biz Kataloniya demək heç bir mənası yoxdur. Hala Madrid çox sağ olun ki, bizi izləyirsiniz. Sağ olun. Viska Kataloniya. Bəs. Barit Podcast hər həftənin cümə günü 20:00-da YouTube-da.